Hamınıza salam dostlar, mən Bayzer Mods. Bugün sizlərə Isuzu City portlarda necə trafik düzəltmək olar, yəni 75, 85. Bunlar kimi necə trafik düzəltmək olar, sizə onları göstərəcəm. Ən birinci mən indi Telegram kanalımın linkini YouTube'da paylaşacağım. Ora göndərdiyim 77 ya da ki 60 ya da ki 85-in hər hansı bir dənə scroll panel 1.png-sini götürürsüz, harasa kopyalarsınız. Yəni lijbik düşsün şeyə. Nə olandı? Düşsün fotolara. Sonra məsələn bu 77-nin scroll panelidir. Məsələn bunu gəlirsiniz atırsınız GPT-yə. Deyirsiniz ki, məsələn nə yazaq? Deyirsiniz ki, türk dilində yazsanız daha şey olar, yaxşı olar. Azərbaycan dilində yazsanız belə yəni yarım yamalaq başa düşəcək. Bura gəlirsiniz, hansı marşrutun, hansı Isuzu City portda olan marşrutdursa, hansısa gəlirsiniz bura yazırsınız. Məsələn mən bura gəldim 15-in scroll panelini yazdım. Bura bu misalda siz istədiyinizi yaza bilərsiniz. Əlbəttə bilirsiniz də. Nəysə, göndərirsiniz. Yox, göndərməmişdən qabaq ora yazırsınız ki, indi bu yazdığınız necə ki yazdınız, bundan qabaq deyirdim, orada nəsə bir şey adından çıxdı yazmaq. Baxırsınız şəkil zat burada düzdürsə, bunun ikinci bunu yuxarısına yaza bilərik. Buraya yazırsınız ki, türk dilində yazırsınız. Buradaki yazıları yazırsınız. Sonra 2 nöqtə qoyub altdakindən də yazırsınız ki, olaraq dəyişdir. Sonra göndərirsiniz. Və bir damcı gözləyirsiniz. İndi görsel oluşturur. Bir damcı gözləyirsiniz. İndi bu ara sıra belə də yaza bilir. Görürsüz belə yazdı. Ona yana şeydir. Deyirsiniz ki, bunu alt-alta yazmadı. Onlara yan-yana yaz deyirsiniz. İndi təzədən düzəldib göndər. Baxın, gördüyünüz kimi göndərdi. Göndərdi, belə oldu. Sonra bunu yüklüyorsunuz telefonunuza. Yəni görsəni kayd edirsiniz. Kayd edəndən sonra isə galeriyamızdan girirsiniz, gəlirsiniz, buna basırsınız. Ondan sonra buna basıb bunu belə edirsiniz. Amma belə tam sığmayacaq, ona görə telefonunuzu yan çevirirsiniz. Çevirəndən sonra da belə də olmasa, heç nə olmaz. Bunu belə kayd edirsiniz. Kayd eləyəndən sonra isə girirsiniz PicsArt'a. PicsArt'a girəndən sonra dostlar, Start with a photo or videoya deyirsiniz. Deyəndən sonra gözləyirsiniz ki, şəkilləri göstərsin. Sonra bunu indirirsiniz aşağı. Böyle aşağı indirirsiniz. Ta ki bunu tapana kimi, bizim hansı şəkil yönəldiysə onu tapana kimi bunu axtarırsınız. Tapdıqdan sonra üstünə basırsınız. Ondan sonra gözləyirsiniz, üzünüz səsin belə gedir, gəlir, bir pis olur zat, nəsə problem var. Nəysə. Şəkil belə qabağınıza çıxandan sonra bir damcı görürsünüz, gözləyirsiniz üçünə. Sonra buranı görürsünüz, baxın indi sürüşdürürəm bağlamamı. Ona elə sürüşdürürsünüz sola. Burada add photo var. Ona basırsınız. Basandan sonra da bir damcı gözləyirsiniz. Sonra dedim mən sizə biz bir dənə şəkil yüklədik. O şəkili buradan tapıb add deyirik. Tapdıqdan sonra isə bunu belə böyüdürük. Eləyirik ki, bu bura belə tam sığsın. Əgər sığmasa da bunu belə kiçiltərək belə böyüdə bilərsiniz rahat-rahat.
daşsa da ki bunu belə eləmək olar. Yəni elə eləyin ki bu belə sıxsın da bura. Bildiniz də, indi özüm eləyəcəm. Bunu da belə kisildirsiniz ki qəşəng olsun. Aha. Gördüyünüz kimi belə oldu. Olandan sonra da gəlirsiniz, buradan yendirirsiniz. Qaleriyanıza save eləyirsiniz. Save eləyəndən sonra isə gəlirsiniz buradan ən birinci girirsiniz buradan belə göstərim sizə. Android data yendirirsiniz buradan aşağı com.vmf.pbsu files destə girirsiniz. Ha bu səsə deyil, destə. Destə girəndən sonra məsələn nə qoyaq onun adını? Onun adını qoyaq. Misal olsun 16. Misal. Sonra da indi biz Capelina yəni o yazıyı düzəltməmişik deyə buradakı 15-dən götürək Capelina digital. Kopyalayaq, təzədən düzəltmək zorunda qalmayaq. Siz bilirsiniz onu necə düzəltmək lazımdır. O Capelina digitaldakı hər hansı bir fontla düzəldə bilərsiniz. Innova 13x7 ilə düzəldə bilərsiniz. Nə isə sizin qərarınıza qalıb. Bunu bura kopyaladıq. Sonra qayıdırsınız buradan lap qayıdırsınız. Buradan Pictores'e tapırsınız. Ondan sonra PixArt'a girirsiniz. Baxın burada biz bir dənə oluşturmuşuq. Açaq. Görürsünüz bizim burada oluşturduğumuzdur. Sonra bunu kopyalayırsınız. Kopyalayandan sonra gelirsiniz burada Android data yendirirsiniz aşağı. com.vmf.pbsu files test hansı faylın adını nə qoymusunuzsa onun içində belə kopyalayırsınız. Kopyalayandan sonra gelirsiniz üstünə basıb tutub yenidən adlandır deyib adını scroll panel 1 sonraki pınıcı qoyursunuz. Pınıcı qoymanız şərtdir, qoymasanız işləməyə bilər, daha doğrusu işləməz. Tamam dedikdən sonra girirsiniz oyuna. Sonra oyuna girəndən sonra isə bunu yendirirsiniz belə aşağı. Isuzu Citport. Tapandan sonra select skin bunu seçirsiniz. Sonra random bir dənə xəritəyə girirsiniz. Mən indi buradan girəcəm belə. Oyuna girəndən sonra isə dostlar gəlirsiniz, siz nə edirsiniz? Mən də bunu başda bilmirdim. Bu açar işarəsini görürsünüz. Bunun yanındakı işarəyə basırsınız. Custom Dest. İndi o faylın necə ki içinə Capelina digital scroll panel qoyduq. Ona hansı faylın adını qoymusunuzsa o faylın adını rəqəmlərlə qoymalısınız. Mən məsələn onun adını 16 qoymuşdum. Məsələn 16 yazdım, okey dedim. Baxın, gördüyünüz kimi belə də oldu. Bu Capelina digital yəni ki burada gördüyünüz şeyi özünüz də eləyə bilərsiniz. Mən onsuz bunu elə beləsinə qoymuşam. Bunu özünüz də düzəldib oyuna vura bilərsiniz. Yəni ki Isuzu Citport'a belə scroll panelli vurmaq üçün ekstra fonta ehtiyac yoxdur. Sadəcə mən Telegram kanalımda bunun bir dənəsini paylaşırsam, siz bundan həmişə ChatGPT-yə vura özünüzdə rahatlıqla eləyə bilərsiniz. Dostlar, bugün mən sizə Isuzu Citport'da necə scroll panelli belə trafik düzəltmək olar, sizə onu öyrətdim. İnşallah məmnun qalmışsınızdır. Kanalıma abunə olmaqla, like atmaq yalnızdan çıxmasın. Sağ olun.